Putin Trampdan çəkinir. Zelenski Rusiyanın Amerika Birləşmiş Ştatlarını aldatdığını iddia edir. Ukrayna prezidenti Vladimir Zelenski Rusiyalı həmkarı Vladimir Putinin 3 ildir sürən müharibəni davam etdirmək istədiyini, lakin onun bunu birbaşa Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'a açıqlamaqdan çəkindiyini söyləyib. Report xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin martın 13-də Facebookda dərc edilmiş video müraciətində deyilib. Zelenski Putinin 30 günlük atəşkəs təklifi ilə bağlı çıxışına cavab verib. İndi biz hamımız Rusiyadan cəbhədəki sükut ideyasına cavab olaraq Putinin çox gözlənilən, çox manipulyativ sözlərini eşitdik. O faktiki olaraq hazırda imtina etməyə hazırlaşır. Putin sözsüz ki, birbaşa prezident Trump'a bu müharibəni davam etdirmək, Ukraynalıları öldürmək istədiyini deməkdən çəkinir. Buna görə də onlar orada Moskvada sükut ideyasını elə ilkin şərtlərlə əhatə edirlər ki, ümumiyyətlə heç nə alınmasın və ya mümkün qədər uzun müddət alınmasın, deyə dövlət başçısı vurğulayıb. O, Kiyevin prosesi çətinləşdirmədiyinə, Moskvanın isə dağıdıcı mövqe nümayiş etdirdiyinə diqqət çəkib. Biz hər hansı bir şeyi mürəkkəbləşdirən şərtlər qoymuruq. Bunu Rusiya edir. Həmişə dediyimiz kimi, hər şey uzadacaq yeganə tərəf, destruktiv olacaq yeganə tərəf Rusiyadır. Onlara müharibə lazımdır. İndi ona təzyiq göstərmək lazımdır. Rusiyanı müharibəni bitirməyə məcbur etmək üçün Amerikalı tərəfdaşlarımızla, Avropa tərəfdaşlarımızla, dünyada sülh istəyən hər kəslə işləyəcəyik, deyə Ukrayna prezidenti çağırış edib.